Bəzən xoşbəxt bir ailə gözlənilmədən və səbəbsiz yerə dağılır. Bəs bunun səbəbi nədir? Niyə bu kimi ailələr dağılır? Ailədən ruzi və bərəkət qaçaq düşür. Ailəli kişilər özləri də bilmirlər. Digər xanımlarla müəyyən qüvvələrin təsiri altında ünsiyyətə girir. Ailəsinə ayrılacaq ruzini, bərəkəti, vaxtını digər halal olmayan ailələrə, evlərə aparır. Allah mübarək Teala'nın ailəyə göndərdiyi ruzi digər bir ailənin qapısından gedir. Təbii ki, burada mənfi qüvvələrin böyük rolu var. Biz qüvvələr dedikdə cadı və tilsinin müsəlləh etdiyi qüvvələr nəzərdə tutulur. Həmin o qüvvələr çox asanlıqla imanı zəif olanlara və saf insanlara öz təsirini tez göstərə bilir. Həmin o qüvvələr insanları ilk növbədə müflisləşdirir və onların psixoloji durumunu bərbad bir hala salır və o insanlar ailəsinə geri dönmək istədikdə artıq gec olur. Bu kimi hallarla rastlaşmamaqdan ötürü öz dininizə, əqidənizə, imanınıza sahib çıxmağınız məsləhətdir.